nəzarətlə olsun. Nəticədə o xəstə, o pasient əlavə fəsadla qarşılaşmasa və həyatı riski yaranmaz. Ona görə biz tibb bacılarımıza və kəndlərin bəzilərində heç kənd tibb məntəqələri yoxdur, amma orada tibb bacısı evində xidmət verir. Biz buna icazə vermirik. Yəni ev o tibb bacısına xidmət verəcəyə razı deyil. Gündüz aydın olsun Azərbaycan xalqı. Deməli, təbibin icraçı direktoru Vüqar Qurbanov deyir ki, elə bir biz icazə vermirik bu gündən. Evlərdə gedib müəyyən bir tədbirlər görülsün. Bu medsestralarda belə deyək, tibb bacıları keçsin, kiməsə sistem qoşsun və yaxud da hansısa bir profilaktik bir yəni tədbir görülsün. Bunlara biz icazə vermirik. Yəni qadağa eləyir. Hətta orada vurğulayır ki, elə kəndlər var ki, orada tibb mərkəzləri yoxdur. Ancaq orada kəndlərdə gedib, yəni kimsə gedir, sistem qoşur və yaxud da neyinir? Bunları misal gətirir. Vüqar müəllim, 21-ci əsrdir. Cənab prezidentimiz, dövlətimiz yetərincə sizə maliyyə dəstəyi olub və yetərincə də səhiyyə pul ayırıb və diqqət ayırıb. Niyə yoxdur? Hələ bir belə loru dilə desə, utanmadan da deyirsiniz ki, kəndlər var ki, orada tibb mərkəzləri yoxdur. Niyə yoxdur? Kənddə yaşayanlar insan deyil. O kənddəki insan demək gözləməlidir ki, rayonun mərkəzindən təcili yardım gələcək və bunun da ağrıları tutacaq və burada keçinəcək. O təcili yardım gələnə qədər dağlıq rayonlar var ki, qışında orada heç uaz belə qalxmır. Hansı ki, sizin təcili yardımlar dünya rekordu vurublar. Təcili yardım olmaqla təbii ki, dırnaq işarəsində. Yəni bu sizin dedikləriniz sadəcə absurd bir məsələdir. Siz bugünkü gün çıxıb deyirsiniz ki, biz qadağa qoymuşuq. Kimlərə qoymusunuz? Hansı ki, o evlərdə gedib sistem qoşan insanlar, kiməsə dadına çatan, 5-10 manat hörmət eləyirlər. Məsəl üçün, mən özüm də şəxsən heç təcili yardım axırıncı dəfə yəni anam ölməmişdən qabaq zəng eləmişəm. Yəni ondan sonra şükür Allah ehtiyac olmayıb, ağrılarım olanda, nəyim olanda mən o insanları çağırıram, gəlirlər evdə sistemdə qoşurlar, müayinə edirlər, müalicə edirlər. Təbii ki, müəyyən bir şərtlər altında. Ay Vüqar müəllim, bu kasıbların niyə çörəyinə bais olursunuz ki? Niyə qoymusunuz ki, bu insanlar çörəyini qazansın? Mənə sistem qoşan, məni hansı ki gəlir iynə vurur, gedir, mənim uşağıma, mənim özümə iynə vurub gedən xanım 2 dənə evlad böyüdür. Ərsiz qadındır. Yoldaşı rəhmətə gedib. Niyə onu qoymursunuz ki? Niyə onu qoymursunuz o çörəyini qazansın? Onu siz ömür boyu bəlkə də axırıncı dəfə pilləkəni nə vaxt qalxmısınız bilmirsiniz. Amma o insan gündə bəlkə də elə bir mənzillər var ki, orada lift yoxdur. Oranı pilləkənlə qalxır. Həmən o medsestralar zulmla, əziyyətlə qalxırlar, 5 manat balalarına çörək aparırlar. Neynəsinlər? Getsinlər, düzülsünlər onlar da klubların qarşısına. Yoxsa neynəsinlər? Yoxsa gəlsinlər o sizin sağ ayaq dura-dura sol ayağı kəsən həkimlərin siyahısında olsunlar. Neynəsinlər ki onlar? Yaxşı olar ki, Vüqar müəllim özünüz də yaxşı bilirsiniz. Kasıbın borc xərclə əməliyyat pulu düzəltdiyi, gətirib özünə əməliyyat elətdirdiyi, əməliyyatı günlərlə, saatlarla saxlayan həkimlər, hansı ki, onların başqa işi yoxdur. Onlar hansısa bir varlının, hansısa bir şişkanın evində gedib ona xidmət edir. Pul müqabilində təbii ki. Siz onları da bir izah edirsiniz. Deyir ki, mən cərrahlara, ürək cərrahlarına icazə vermirəm. İcraçı direktor kimi icazə vermirəm. Təbib icazə vermir. Cərrahsa gəlmirsən işinə, cərrah işini aparmalısan. Harasa zakaza getməməlisən. Onlar da deyirlər, niyə demirsiniz ki? Çünki deyə bilmirsiniz. Çünki sizin üçün problem yaranar. Həmin o xəstə hansı ki, sizin o cərrahları evinə çağıranlar sizin üçün problem yaradar. Düşmüsünüz bu medsestraların üstünə. Hansı medsestra, hansısa bir gəlib evdə bu dediyim kimi, o xanımlar gəlirlər, iynə vururlar da, kiməsə dadına çatırlar. Kimi öldürüblər onlar? Hansısa bir dəfə eşitmisiniz ki, onlar getsin kimisi öldürsün? Onlar həkim yazıbsa, dərman yazıbsa, o dərmana uyğun sistemini qoşur, iynəsini vurur və cəmaatın köməyinə çatır. Artıq təcili yardıma ehtiyac yoxdur. Mən Xırdalan sakiniyəm, Vüqar müəllim. Xırdalan sakiniyəm. Buranın 500 minlik əhalisi olan insanların kompakt yaşadığı bir şəhərdə 12-13 dənə təcili yardım maşını var. Siz bundan danışın. Düşmüsünüz o evdə xidmət göstərən medsestraların üstünə. Mən sizə, Vüqar müəllim, mən sizə bir dənə real faktı sübut edirəm ki, mənim anama rəhmətə getməmişdən qabaq, hansı ki sizin o həkimlər, o sizin təriflədiyiniz həkimlər öldürdü mənim anamı. 6 ay ərzində 50 min pulumuzu yedi, sonra öldürdü sizin o həkimlər. Həmən o həkimlər, hansı ki həmin vaxtı təcili yardım gün aşırı lazım olurdu. Və təcili yardım gələnə qədər bizdə qonşuluqda bir var idi, o çağırdı, hansı ki o 1 il bundan qabaq, öncə, elə bir həmin ildə, öncə çıxıb oradan. Deyək ki, o işdən çıxıb təcili yardımdan. O mənə dedi ki, Emin, imkanın varsa təcili yardım çağıranda onlara pul ver. Dedim ya, onlar dövlətindir və yəni ki orada pul istəyən yoxdur axı. Deyir, yox sən ver deyir. Orada deyir bizdə bloknot tutulur. Bloknot tutulur, mənzillər yazılır. Bu pul verən mənzildir, bu verməyən mənzildir. Əşi ora yox, ora vızıfdır. Yox, sən get. Tükazman sən get. Nə bilim, Çimnaz sən get. Ötürə qalırlar, xəstə də orada can verir. Budur sizin təcili yardımınız. Vüqar müəllim, özünüz də hər şeyi yaxşı bilirsiniz ki, sizin bugünkü gün səhiyyənizdə təcili yardım sözünü onun üstündən yığışdırmaq lazımdır. Ambulans qoyun. Bəlkə yəni o mənasını başa düşməyənlər yəni ki bilməz. Amma təcili yardım sözünü yığışdırın. Sizdə təcili yardım deyilən bir şey yoxdur. Hələ təcili yardım 25-30 dəqiqədən tez ünvana çatmayıb. Hansı ki Xırdalan şəhərinin özündə. Bu başından o başına 4 dəqiqəyə çatırsan. Xüsusən də təcili yardım. Yəni ki onlara hər yerdə yaşıl işıqdır, yəni açıqdır, yol açıqdır. Siz bundan danışın. Ondan niyə danışırsınız ki? Kimisə çörəyində niyə bais olsun ki, Vüqar müəllim? Mən dedim nüanslara toxunun. O cərrahlar gedib evdə zakaz götürüb işləyirlər. Hansı ki işlərini atırlar. Çünki oradan o əməliyyatdan o götürəcək
Deyək ki, 1000 manat ona xeyir gələcək. Amma gedəcək kiminsə evində 2 saat müayinə keçəcək, 3000, 5000 manatını qoyub cibinə çıxıb gələcək bu tərəfə. O cərralardan danışın. Vüqar müəllim, özünüz də yaxşı bilirsiniz. Durub burada kasıbın çörəyindən işiniz olmasın. Kasıbdır. Kasıb sizə qalan kasıb olacaq, varlı olmayacaq. Varlı bugünkü gün ağır əməliyyatlarını heç bu ölkədə həyata keçirtmir. Gedir xaricdə elətdirir. Yəni o bildiyiniz varlılar. Ona görə də Vüqar müəllim, bir çıxış eləyəndə, bir nəyisə bir xitam verəndə baxın görün ki, nədən, kimdən danışırsınız. Bugünkü gün o kasıbların çörəyinə mən dedim o hansı ki o evdə xidmət göstərən medsestralar kasıb medsestralardır. Siz o şişkalara xidmət edən həkimlərdən yəni müğayət olun, belə deyək. Kasıbdan işiniz olmasın. Allah xalqımızı, dövlətimizi qorusun. Allah hamıya şəfa versin. Heç kimə də, yəni Allah heç kimin yönünü bu həkimlərə salmasın. Düzdür, yaxşı, insaflı, Allahlı həkimlərimizi Allah qorusun. Şəfa verən, yəni Allahdır təbii ki. Ancaq hansı ki dar gündə dadına çatan həkimləri qorusun. Bir də Vüqar müəllim, sizə yaxşı olar ki, siz Təhsil Nazirliyindən tələb eləyəsiniz ki, hər bir uşağın, hər bir məktəblinin anlayışı olmağı üçün iynə vurmaq, sistem qoşmaq kimi bir şeyləri, hansı ki profilaktik tədbir, yəni o dar momentdə, təcili momentlərdə hər bir insanın, hər bir uşağın anlayışı olmalıdır ki, birinin valideyni xəstələnlər, ona bir iynə vura bilsin. Yəni onu tətbiq eləsinlər. Təhsilimizdə, məktəblərimizdə onu tətbiq eləsinlər ki, bir dəstək ayrılsın. Bir 45 dəqiqəni həftədə bir dəfə ayrılsın, iynə vurmaq, müəyyən bir baş ağrılar, müəyyən bir məsələlərdə profilaktik bir tədbir üçün hamı, yəni ki, hazır olsun o vəziyyətdə. Uşaqlıqdan öyrədin ki, o insanların birdən evində pulu olmaz, birdən o insanların hansı bir çətin durumu olar. Ən azından əzizlərinə bir iynə vura bilsinlər. Bunu tətbiq eləyin, bunu tələb eləyin. Yoxsa düşmüsünüz medsestralar evdə 10 manat pul qazanır. Qoy qazansın günə 30 manat. Bu da eləsin adə 9 manat, 1000 manat. Bir cərrahın yarım saatlıq puludur, gəliridir. Vüqar müəllim, hər şey yaxşı bilirsiniz. Sadəcə əsəb verməyin. Yaxşı, bu xalqa əsəb verməyin belə çıxışlarınızdan. Allah xalqımızı, dövlətimizi qorusun.